Qonağı bura çağırırsınızsa aşağılamayın. Nəsə axtarırsınız ki, aşağılayasınız. Heç vaxt. Çağırdığınız qonağa hörmət eləyin. Ha qapınıza gəldi, ha studiyaya gəldi. Çox xahiş edirəm. Siz evimizə gələn qonağa belə eləyirsiniz. Efirdəyik, səsinizin tonunu biraz aşağı salaq. Mənim sesimin tonu... Efirdəyik və izləyicilərimiz baxır. Səs tonunuza zəhmət olmasa fikir verin. Yəni burada artıq hadisələr olmasın. Biz qonaqlarımıza qarşı çox nəzakətliyik. Bugünə kimi gələn heç bir qonağımız da bizim haqqımızda heç vaxt şikayətçi getməyibdir. Çox gözəl. Belə edir səni, qiymətini göstərirsən cəmaata. Cəmaata göstərmirdim, özüm baxırdım. Bunu mən çox daha qiymətini göstərdim. Burada nə var ki, indi də duraram da, bunun qiymətini də göstərərəm. Bu balaca bir etiket deyildi, bu böyük bir etiket idi, mən də bunu göstərəm. Burada, əgər bu şey var idisə, hörmətsizlik niyedir? Kəmalə xanım, bir köməkçimiz yox idi burada, bir bunu deyək ki, ay bacı, bunu çıxart burada. Mən köməkçilə gəlmişəm, tək gəlmişəm, onun aidiyyatı yoxdur, özüm bilərəm. Necə aidiyyatı yoxdur, bəs mənim efirimdir, mən istəmirəm biabır olasınız, istəmirəm belə bir hadisə baş versin. Bəs onda niyə biabır eləyirsin? Normal bir şeydir, Kəmalə xanım. Valla bunu abartmaqla elə siz özünüzü biabır elədiniz. Valla burada biabır olan özünüzü doğrudan da bugün biabır elədiniz. Şarkısız aşağılayırsınız qonaqları. Ay emblem açıq. Ay bacı, bunu sən taxıb gəlmişsən, mən taxıb gəlməmişəm. Onu bildirmək lazımdır. Bu səndə olmasaydı, mən aşağılamaq nədir? Mən elə şeylər edirəm. Yenə ki, heç bir qonağımdan o barədə heç nə danışmamışam, nə aşağılamaq olubdur, nə də bir şey. Valla bir o cəmaata göstərirsən, burada nə var ki? Əsrəm, bayaqdan əsəbdən. Mən elə belə qiymətlər məclis oxuyacam. Əsəbiniz yoxdur, mənim də əsəbim var, gözəl əsəbim var, əsəbləşə də bilirəm. Əsəbləşə də bilirəm. Ay qurban olmuşsa, duraq çıxaq gedək, bir qonağındır. Yox, Bəs neyniyək? əlbəttə, yox. Kəmalə. Bu etiniz da siz. Ay Allah. Biricik ola Bu da bilməzsin. ikinci hörmətsizdir.